İnnovator podkastının növbəti verilişinə xoş gəlmisiniz. Bugün bizim maraqlı qonağımız var. Transformasiya lideri, SES Azərbaycan 2025-in iştirakçısı Yusif Qasımov. Yusif, xoş gəlmisən. Salam Asif, çox sağ ol ki, dəvət elədin. Təşəkkür edirəm. Necədir işlər? Hər şey qaydasındadır? Şükür, çox sağ ol. Sizdə necədir? Yaxşıdır, hər şey Yaxşı qaydasındadır. olasınız. Yusif, bugün biz çox maraqlı mövzu haqqında danışacağıq və mən düşündüm və əminəm ki, sən bu mövzuya tam uyğun adamlardan birisən. O səbəbdən də mən səni dəvət etmişəm. Mövzumuz ümumiyyətlə bizim verilişimizin adına uyğun olaraq da innovatordur verilişinin adı, amma biz novatorlar haqqında danışacağıq. Mən bilirəm ki, sən də öz sahəndə, şirkətlərdə müəyyən novatorluqla yadda qalmısan və biz bu haqqda danışacağıq. Birinci olaraq mən sənə sual vermək istəyirəm. Ümumiyyətlə novator kimdir? Minnətdaram ümumiyyətlə bu mövzunu qaldırdığın üçün. Təqdimatın da özünə məxsus idi, innovativ bir təqdimat idi. Düşünürəm ki, bizim izləyicilərimiz də onu dəyərləndirəcək. Ümumiyyətlə, novator sözü təbii ki, düz vurğuladın, innovasiya sözünün kökü deməkdir. Amma onun etimologiyasına biz geçsək, söz latın mənşəlidir. Novatio sözündən gəlir ki, öz tərcüməsində dəyişiklik, yenilik deməkdir. Yanaşması da o istiqamət verici bir orada rol oynayır. Yəni dəyişiklik və yenilik istiqamətində olan yol, innovasiya bu deməkdir. İndi isə götürək novatorunu ümumiyyətlə. Yəni novator kimdir və nə üçün formalaşır və kimlərdir onlar ümumiyyətlə? Əgər biz belə deyək, lap loru dildə onu izah eləsək, madam ki bunun üçün yığılmışıq. Bu belə bir tipajlı fərdlərdir ki, bir tərəfdən cəsarətlidirlər. Çünki onlar adətən ümumi gedişata, axına qarşı çıxırlar. İkincisi, onlar nəyə meyillidirlər? Müəyyən bir oturmuş qaydalar çərçivəsində özünə məxsus bir qaydalar formalaşdırmaqdır. Və trendlərə, deməyim trendlərə qarşı, amma trendlərlə yanaşı öz trendini, öz dəstixəttini ortaya qoymaqla məşğullar. Amma burada məqam var, çox vacib bir məqamdır. Yekunda bütün bu həmlələr bir dəyər verməlidir. Əgər yeniliklər sadəcə yeniliklər üçün ediləcəksə, dəyişikliklər sadəcə dəyişiklik adı getsin deyə ediləcəksə, onun heç bir effekti olmayacaq. Başa düşürsüz? Ona görə mütləqdir ki, bunun yekununda bir dəyər olunsun ki, bu dəyişikliyin davamı olaraq ortam, çevrə, cəmiyyət, bəşəriyyət faydalana bilsin və bu nöqtədən sonra artıq bu gedişat uyğunlaşa bilsin. Bu indi onda belə çıxır ki, bu novator, yəni ümumiyyətlə sual yaranır da, novator olan insan innovasiyada gətirməlidirmi? Bu sual ortaya çıxır da. Çünki novator misal olaraq da indi hal-hazırda dünyada siyasətdə baş verənləri görürük. Trump hər gün nəsə dəyişiklik edir və belə baxanda da özü üçün, ölkəsi üçün müəyyən dəyər gətirir də. İqtisadi baxımdan ola bilsin, müəyyən fərqli baxımlarda hər gün dəyişikliklər gətirir. Bu insanı biz innovator adlandıra bilərikmi? Düzdür, bəzi dəyişikliklərin içində innovasiya da var. Mən amma qırağa çıxıram, innovasiya olmayan bir addımlarından söhbət gedir ki, hər hansı bir dəyişiklik edirsə və orada innovasiya yoxdursa, bu insan novator sayıla bilərmi, yoxsa yox? Ümumiyyətlə, innovasiyanı biz belə tərifini götürsək, innovasiya nə deməkdir? Hər hansısa bir oturmuş prosesdən kənar yeni bir məhsul, xidmət, proses və təşkilati hər hansı bir struktur. Biz belə öyrəşmişik, düzdürmü? Amma elə nümunədən yola çıxsaq, tutalım Trumpı götürsək, yəni onun addımları hər tərəflidir. Yəni bu yalnız bizim öyrəşdiyimiz bir məhsul deyil, hər hansısa bir gedişat deyil. Fərdi yanaşmaları var, cəmiyyətə hər hansı bir töhfələri var, yəni madam ki, yəni prezidentdir və s. Amma təbii ki, yəni bir novatorun missiyası qlobal innovasiya gətirməkdir və onun işi də ondan ibarətdir ki, onun missiyası hətta deyərdim, ondan ibarətdir ki, gündəlik həyatında, həm şəxsi həyatında, həm peşəkar həyatında bunu bir model olaraq hamıya göstərməkdir və ilk növbədə özü rol model olmalıdır. Çünki əgər özünüz düşünün, hər hansı bir fərd innovasiyalar haqqında danışsa, halbuki özü novator deyil, nə dərəcədə bu innovasiyalar, belə deyək də, təbii səslənəcək? Məncə süni səslənəcək, elə deyilmi? Elədir. Mən də sənə həqiqətən də razıyam. Çünki belə olduğu halda novator, yəni bütün dövrlər boyunca hər zaman dəyişiklik eləyən insanlar olub. Hətta müharibə eləyən insan da bir gün oturub düşünüb ki, mən bir başqa ölkəni zəbt eləməliyəm. Onun da müəyyən dəyişiklik baxımından ki, mən ölkəmi böyütmək istəyirəm, təbii ehtiyatları artırmaq istəyirəm və s. Əslində dəyişiklik eləyib, amma onu novator adlandırmaq o qədər də olmur. Amma həmin dövr üçün ola bilər. Ola bilsin ki, onlar müəyyən bir hər hansı bir
silah olmadığı zaman və ya silahın hansısa növü olanda yeni bir silah növü düşünərək edibsə bunu, orada test edibsə, onda bunu biraz da necəsə novator demək olar. Yəni burada ümumiyyətlə düşünürəm ki, innovatorun etik anlayışı varmı ümumiyyətlə? Bax burada elə buradan bir sual ortaya çıxır ki, misal üçün mən hər hansı bir ölkəni keçmişə gedək də, hər hansı bir ölkəni bir digər ölkəni zəbt etmək istəyirəm. Hal-hazırda mövcud olaraq ancaq tüfənglər var və ya toplar var, amma mən fərqli növ bir dənə yeni bir silah yəni düşünmüşəm, innovasiya eləmişəm və onunla digər ölkəni zəbt edirəm. Əslində mən innovasiya düşünmüşəm, yeni bir innovasiya ortaya çıxartmışam. Hansın ki, onun əsasında mən normalda bütün müharibələr misal üçün bir ay davam edirdisə, mən bunu 10 günə bitirə bilirəm. Yəni əslində mən innovasiya eləmişəm. Amma burada etik məsələlər ortaya çıxır. Yəni sən bu hansı üsulla bunu etmisən? Və burada bu novator olan insanın etik məsələləri nə dərəcədə olmalıdır və ya fərqi yoxdur. Çünki yəni buradan başqa bir məsələ indiki dövrümüzə çıxaq. Hal-hazırda çıxan süni intellekt. Yəni süni intellekt hal-hazırda çox insanın işini əlindən alır. Yəni etik baxımdan biraz baxsaq, bu insanların belə deyim də müəyyən qədər sadə işi görən insanların işini əlindən almağına gətirib çıxardır və bu biraz etik deyil də ki, onları pulsuz qoyacaq, ac qalacaqlar və s. Amma bir tərəfdən də mövcud vəziyyətdir də bu, yəni hal-hazırda inkişaf edir, innovasiya inkişaf edir, bu olmalıdır. Ona görə bu novatorun etik anlayışları olmalıdırmı, vacibdirmi və vacibdirsə də top prioritetdə olmalıdırmı, yoxsa deyilmi? Necə düşünürsən? Əslində bu fərdi məsələdir və çox subyektiv məsələdir. Mən də desəm ki, bəli olmalıdır, bu mənim fikrim olacaq, kimsə razılaşmaya da bilər. Yaxşı nümunə idi əslində bu müharibə mövzusu. Yəni bu hər bir sahədə belə nümunələr gətirə bilərik əslində. Çünki bunu loru dilə gətirsək, innovasiya nə deməkdir? Daimi alternativ düşüncələr əsnasında özünü bürümək deməkdir. Çox üzr istəyirəm, sözü kəsim. Çox uyğun olacaq korporativ sahədə olan bir insan kimi məndə bir sadə bir misal da deyə bilərəm. Misal üçün şərti götürək bir Məmməd və bir Əli. Məmməd eyni işi görür, Əli də eyni işi görür. Sadəcə Əli o gördüyü işdə müəyyən novatorluq gətirib vəzifəsi qalxır və onun işini yerinə keçir və onun işini əlindən alır. Əslində baxırsan ki, bu insan mövcud şirkətə bir fayda gətirib, innovatorluq eləyib, innovator bir məhsul gətirib və ideya gətirib və yanaşma gətirib. Amma nəticədə etik baxımdan bir dostunu və ya həmkarını işsiz qoyub. Yəni burada həmin o dediyin etik mövzusudur. Sadəcə orada əsas məsələ yenə də dəyər mövzusudur. Onun əsas istəyi orada onu üstələməkdirmi karyera istiqamətini, yoxsa sadəcə şirkətə müəyyən bir töhfə verməkdir. Əgər ikinci mövzudursa, yəni mən varam belə bir təşəbbüskarlığa, həqiqətən lazımdır. Çünki tərəqqi, inkişaf yerində dayanmır. Bu gedəcək. Bu qatar yoluna gedib dayanmaqda fikri yoxdur, düzdürmü? Çox sürətli, çox güclü sürətlə gedir. Amma etik məsələlər yenə deyirəm, çox subyektivdir, fərdlərə bağlıdır. İki insanı yan-yana qoysaq, kimsə deyəcək bəli edərəm, kimsə deyəcək xeyr, qətiyyən etmərəm. Ona görə biz bunu mühakimə edə bilmərik. Mövzu isə odur ki, həqiqətən indi biz belə deyək də süni zəkanı da dedik, digər nümunələr də dedik. Yəni həqiqətən oturuşmuş qaydalardan kənar alternativ düşüncə. Çox sadə. Yəni əgər biz daimi olaraq bir alternativlər düşünürüksə, bizi götürək də, biz özümüzü novator deyə bilərikmi? Biz həmişə alternativlər düşünürüksə, desək ki, məsəl üçün də bu A plus A bərabərdir 2. Bütün dünya bunu bilir. Əgər bizim fikrimizdə gəlirsə ki, maraqlıdır, bu 3 olsa, bunun dəyəri nə olacaq və edə bilərəmmi bunu? Və onun yekununda onu edirəmsə və dəyər qatıramsa, demək ki, müəyyən dərəcədə isbat edə bilirəmsə, müəyyən dərəcədə novatorluq etmiş oluram da. Bu qədər bəsit. Yaxşı, belə bir sual yaranır da. İndi hamı indiki elə dövrdür ki, texnologiya dövrüdür. Hamı innovasiya ilə məşğul olur, məcburdur, bunun içindəyik. Yəni bunlar qaçılmazdır. Bu novator olmaq üçün bu uşaqlıqdan gələn, ana bətnindən gələn bir necə deyirlər, bir vergidirmi, yoxsa novator olmaq olarmı və ya uşaq olarkən nə edilməlidir ki, uşaq novator olsun gələcəkdə də. Misal üçün Elon Musk araşdırsaq yəqin ki, onun tam əmin deyiləm, detallara getməyə bilər, detalları bilmirəm, amma mən əminəm ki, %100 Elon Musk'ın valideynləri onun novator olduğunun 1% belə deyil, düzdür? Deməli bunu ya böyüyəndə, yəni tərbiyə edəndə bunu bir novatorluğa necəsə yönləndiriblər. Ya bu insanın öz qabında olub, özü başlayıb
research eləməyə, araşdırmağa o yönə doğru gedib. Ya bunun yanında düzgün mentor olub. Yəni burada çoxlu suallar var da və ya da ki ola bilsin çox bir hallarda da başqa bir tərəf olur. Əksər hallarda görürsən ki, innovatorlar, novatorlar, alimlər hər zaman bir alim ailəsindən gəlir. Yəni onun anası və ya atası hardasa professordur və ya hansısa bir yenilikçilik eləyib öz dövrünə görə də. İndi bizim dövrümüz üçün qeyri-adi bir şey də olmasa öz dövrü və onların tərbiyə verdiyi uşaq da elə bil ki gendən gəlib o da başlayıb o sahədə olsun. Yəni sən necə düşünürsən? Açığı çox maraqlı bir mövzuya toxundun. Mən onu demək istəyirəm ki, mənim atam məsələn alimdir, fizioloqdur, anam isə musiqiçidir. Allah canları sağ eləsin. Sağ ol bütün valideynlərimizin. Və mənə atam həmişə deyib ki, belə ümumiyyətlə insanlar hamısı baza komplektasiyasına görə eynidirlər. Bax, anadan gələndə baza komplektasiya eynidir. Genetik məsələlər var təbii ki, genetika ilə bizə nəsə keçir. Məsələn üçün musiqi duyumu olsun, idmana meyllilik olsun, yəni belə fizik qüvvə olsun və s. o var. Amma innovasiya hamımızda var. O bizim bir insan olaraq, bir məxluq olaraq artıq bizim DNT-mizdə o var. Sadəcə zamanla o yaşadığı mühit, ailə, məktəb, çevrə, cəmiyyət ona bu belə deyək, novatorluğu ortaya qoyma imkan yaradırmı? Yoxsa hər tərəfli bir çərçivələr qoyulurmu? Olmaz, etmə, pis olacaq, nə danışarlar, ayıb olar, qonşular nə deyəcək və s. və s. və ilaxır çox səhv etməyə, yoxlamağa imkan verilməlidir. Bəli, səhv etməyə, özünü yoxlamağa, cəhd eləməyə, sınamağa özünü imkan yaradılmalıdır, mühit olmalıdır. Çünki biz bilə bilmərik insanın və övladın məsəl üçün meylliliyi nədir əvvəldən, amma biz onu sezə bilərik. Mən 2 övlad atasıyam. Qızımın 9 yaşı var, çox sağ olun bütün balalarımızın. Qızımın 9 yaşı var, oğlumun 3 yaşı var. Amma artıq o yaşlardan sən sezməyə başlayırsan. Meylliliyi və s. Rəsmədir ya hansı tərəfdə? Məsələn, çox gözəl vurğuladın. Qızım məsəl üçün rəsmə onun böyük bir həvəsi var. Oturduğu yerdə məsəl üçün riyaziyyatı qoyur qırağa, başlayır nəsə çəkməyə. Onun ifadə formasıdır. Və burada da valideyn çox üstün sözü kəsirəm. Burada da valideynin üstünə çox güclü bir necə deyirlər, öhdəlik düşür ki, sən uşağı düzgün yönləndirəsən. Çünki çoxsu valideyn görür uşaq rəsm çəkirərdi, deyir boş işlə məşğul olma, get nə bilim dərslərə oxu, get riyaziyyata elə, amma sən onun istəyinə uyğun yönləndirmə. Bəs o da söhbət ondan gedir ki, həmin o mövzuda sən onu deməklə ki, boş şeydir, at onu qırağa, onun novatorluq hissini kəsmiş olursan. Bəlkə o öz yeniliklərini, bəlkə gələcəyin dizayneridir. Bəlkə gələcək yeni bir şeylə ortaya qoyacaq ki, arxitektor olacaq, memar olacaq ki, öz yanaşması ilə hariqələr yaradıb yeni bir istiqamət belə formalaşdırdı. İnnovasiya deyilmi? Odur. Və s. və ilaxır. Yəni belə deyək ki, nümunələr çoxdur. Ona görə suala cavab olaraq mütləq şəkildə dediyim odur ki, yəni sən onu qazanırsan, sən yavaş-yavaş belə böyüdükcə həmin o ortamdan elə bil ki, qaynaqlanaraq, oradan həvəslənərək və ya demotivasiya olaraq ya edirsən bunu, ya da etmirsən, təəssüf olsun. Belə sual verim. İndi bayaq elə mən səni novator kimi təqdim etdim. Amma özünü novator sayırsanmı və niyə? Yəni misal üçün mən özüm deyim də, yəni mən özümü novator sayıram, amma hər dəfə bu bilmirəm, bu ola bilsin ki, tərbiyədən asılıdır və biz böyüdüyümüz əhatədən asılıdır. Mən hər zaman müqayisə edirəm. Yəni nəyə nisbətən novatorsan da, misal olaraq da şərti olaraq dostum Məmmədə qarşı mən novatoram. Amma misal üçün Elon Musk'a nisbətən mən novator deyiləm. Və hər zaman bu belə mübarizə mənim içimdə olur ki, mən qismən novatoram, amma kimə nisbətən də bu şərti məsələdir. Amma sən özü necə hiss edirsən? Maraqlıdır. Mən məsəl üçün heç vaxt müqayisəli analiz aparmamışam. Bəlkə mənim xasiyyətimdən irəli gəlir. Müqayisə etməmişəm. Amma təvəzzökar olmuşam çox güman ki, çünki özümə heç vaxt novator deməmişəm. Çünki bizim söz deyəndə belə söz sadəcə bir pafoslu söz kimi səslənə bilər də. Mən necə onu qələmə verə bilərəm? Mən məsələn həmişə alternativ düşünürəm. Mən həmişə qaydalarda öz qaydalarımı belə deyək, formalaşdırmağa meylliyəm. Axına qarşı çıxmağı bacarıram. O cəsarət məndə var. Səhv etməkdən qorxmuram. Amma o da çox halda bəyənilmir axı. Sən axına qarşı çıxırsan, hər zaman sənə deyirlər ki, sən normal birisi deyilsən, sən kollektiv insanı deyilsən. Bu olduğun ətraf da çox vacibdir. Çünki onu başa düşən adam olmalıdır. Yəni başa düşən, düzgün başa düşən, başa düşür ki, sən yenilik gətirsən. Amma normalda əksər hallarda deyirlər ki, bu qara qarğadır, nə bilim, hamıdan qırağa çıxır, nə bilim, biz bu sağa gedir, bu sola gedir və s. Bunlarla necə mübarizə var? Mübarizə aparmıram açığı.
Çünki əsl novatorlar adətən belə bir məsələlərə, belə fikirlərə heç fikir vermirlər. Yəni mən də elə adətən ondan çox abstraksiyalı oluram. Amma yəni əgər bunların hamısını edirəmsə, beynimdə fikirləşirəm ki, çox güman ki, novatorluğum var. Çünki özümə klişe və hər hansı bir ad qoya bilmərəm də. Amma yəni mənim zaten yəni gedişatım, mənim karyera yolumu götürsək, məsəl üçün də həmişə suallar doğurub insanlarda ki, sən niyə axı məsəl üçün bir istiqaməti seçib öyrəşdiyimiz kimi bir şaquli yol seçmirsən özünə? Necə deyirlər, səsin yüksəklərdən gəlmir. Hə, gəlsin və s. Çünki mən inkişafı və məsəl üçün karyeranı üfüqi görürəm. Bu mənim baxışımdır və mən yəni ki, buna çox inanıram. Ona görə də mənim həmişə belə deyək, mütəmadi olaraq karyeramda dəyişikliklər üfüqi olur. Bir sektorda gedirəm, çalışıram, nəsə yaradıram, innovasiyalar tətbiq edirəm, sonra məsəl üçün digər istiqamətə, digər səmtə keçirəm və çox yaxşı hiss edirəm özümü. Əsas məqam da ondan ibarətdir ki, sən bunları edəndə xoşbəxtsənmi? Sən özünü rahat hiss edirsənmi? O belə deyək də, o təzyiq səni necə edir? Motivasiya edirmi, yoxsa demotivasiyadır? Çox rahat həyata keçirirəm deyə ona görə düşünürəm ki, bəli, hardasa özümə novator deyə bilərəm, amma deməyəcəm. Çox gözəl. Ümumiyyətlə cəmiyyətin inkişafı üçün novatorlara ehtiyac varmı? Yəni çünki bayaqki yenə də məsələyə qismən qayıdırıq ki, yəni novatorlar oldu, əla, ChatGPT-ni yaratdılar, amma nəticədə cəmiyyət üçün bu faydalı oldumu sualı dırnaq içərisində. Müəyyən kütlə üçün tam səmimi deyim ki, az say kütlə üçün bu çox faydalı bir şey oldu. Amma böyük bir kütlə üçün hansı ki standart gündəlik 9-6 işləyirlər, standart bir işlər görürlər, misal üçün sadə işlərdə operator işləri, SMM işləri və s. Bunlar üçün bu belə deyim də cəmiyyətə o qədər də düşünmürəm ki, onlardan sonrası deyər faydalı oldu. Amma novatorlar cəmiyyətə lazımdırmı? Bax bu sualı sən verdin, ilk mənim ağlıma gələn vaxtilə Steve Jobsun çəkdiyi, Apple üçün çəkdiyi çarx yadıma düşdü. Think Different çarxı, bilmirəm yadındadır yoxsa yox. Orada elə mətndə söhbət gedir ki, fərqlilər, nə bilim, axına qarşı çıxanlar, qarğalar, onlar hamısı bizim driverlərimizdir, bizi təkəmmülə aparan adamlardır. Kənardan biz onlara bəlkə də və ya kənarda onlar dəli kimi qələmə versələr də biz onlara geni deyirik, dahi deyirik və məhz belə dahilər həmin o dəliliyi özdə deyir sahibdirlər ki, dəliliyə ki, o dəyişə bilirlər o həyatı və dəyişirlər də. Şüar birbaşa olaraq belə səslənir orada və mən də çox razıyam bu sözlərlə. Həqiqətən bizə lazımdır novatorlar. Onlar çox deyil, çox olmurlar. Adətən azlıq təşkil edirlər. Sən düz vurğuladın ki, adətən söhbətin bir mövzusuna çevrilirlər ki, əşi oturduğumuz yerdə lazım idi bizə, sən kimsən ümumiyyətlə və s. Və ya şirkət nümunəsindən gedək ki, biz bəyən bu vaxta qədər işləyirdik, səhv işləyirdik. Desən bizə yenilik gətirirsən, yəni ki, bizdən ağıllısan, ağıl öyrədəcəksən. Yəni belə bir yozmalar var, amma fakt etibarilə biz görürük ki, həqiqətən bu texnoloji təkamüldən biz danışırıqsa, tərəqqidən biz danışırıqsa, inkişafdan biz danışırıqsa, həmişə kimsə bir fərd və ya müəyyən bir fərd toplusu ortaya gəlib o təkanı həyata keçirir, o talçoku bizə verir, bir rıçaq kimi bizi irəli salır ki, biz ora gedək. Lazımdır. Lazımdır çünki əsas kütlə bunu hiss etməyə də bilər. Çünki bilmirəm, yəqin bilirsən, belə bir bölgü var ki, early adopterlar. Hansılar ki, məsələn, ilk onlara özlərini atırlar yeniliyə. Mən məsəl üçün elə deyiləm. Mən özümə baxsam, mən minimalist adamım və hardasa hətta retrograd da özümü saya bilərəm. Amma bu o demək deyil ki, mənim retrograd daxilim novatorluğa belə ki, qarşı çıxır. Xeyr, onlar kəsişmir. Amma mənim tanışlarım və hətta qohumlarım, yaxınlarım var ki, early adopterlardır. Mən onlar qədər yenilik haqqında bu ən birinci çıxan kimi özlərini ora atmaqdan, yəni mən belə deyək də qıraqda qalıram, deyirəm ki, mən valehəm də. Necə bacararsın? Mənə biraz zaman lazımdır. Mən biraz baxım, düşünüm. Hə, alternativlər beynimdədir. Novator beynim işləyir. Amma mən onu ilk növbədə belə deyək də istifadə eləmirəm və yoxlamıram. Məsəl üçün sən Apple-un nümayəndəsisən də bildiyim qədərilə. Həmişə nəsə yenilik olan kimi atırsan özünü qabağa ki, bax budur, odur, bu birsədir. Müəyyən bir early adopterluq nümunəsi deyə bilərik. Amma məndə o yoxdur. Və mən düşünürəm ki, həqiqətən bizim cəmiyyətimizə belə bir tipli driverlər həmişə lazımdır. Yalnız bizə yox, ümumi bəşəriyyətə driverlər lazımdır ki, yəni çünki inersiya ilə gedən bizim kainatımız inersiya ilə getmir. Yəni biz buraxaq, o da getsin. Yox, ara bir, biraz onu
necə deyirlər, yellətmək lazımdır, biraz təpik vermək lazımdır Bəli. ki, qabağa getsin. Razıyam səninlə. Elə dediyin sözə uyğun olaraq növbəti sual beynində formalaşır Aha. ki, novatorun hansı xüsusiyyətləri olmalıdır? Yəni bu novator deyirik. Məsəl üçün novatorun hansı xüsusiyyəti olmalıdır? Mənə ilk ağlıma gələn ki, odur ki, insan daha biraz acımasız bir insan olmalıdır da. Yəni çünki sən ürəyin yanan bir insan, sentimental bir insan olsan, sən novator olmaq ehtimalın çox aşağı enir. Çünki sən nəyisə eləmək istəyəndə deyirsən ki, ayda elə yenə də bu çox danışırıq süni intellektdən, sadəcə olaraq indiki dövrün gündəmdir deyə ona görə. Məsəl üçün süni intellektin hansısa bir modelini yaradanda sən sentimental insansınsa dərhal düşünəcəksən ki, ayda mən filan qədər insanı işsiz qoyacağam, onlar necə olacaq və s. Yəni düşünürəm ki, insan birincisi acımasız olmalıdır. Bu mənim ilk olaraq ağlıma gələn şeydir ki, novator ağına bozuna baxmamalıdır. Necə ki, misal üçün yenə də Elon Musk'ı gətirək misal. Nə qədər şeylər edir, hansı ki düşünmədən də, yəni insan ki, kimin işlərini əlindən alacaq. Etdiyi fərqli texnologiyalar, misal üçün bu elə etdiyi bu raketi göyə qaldırılması, nə qədər personal işləyir NASA-da, hamımız çox gözəl bilirik. Bir dənə raketi qaldırmaq üçün minlərlə, 10 minlərlə adam işləyir. Bu 5-10 nəfərlə bir yerdə raketi qaldırır. Heç düşünmür də, vecinə də deyil ki, 10 min, 15 min adam hansı ki bu sahəni illərlə oxuyub, nəsə öyrənib, işsiz qalacaq. Və ya taksicilərdə, misal üçün Teslanı buraxıb, artıq özünü idarə edən maşınlardır. Heç vecinə də deyil ki, bu taksi sürənlər sabah, taksi sürənlər də yəni ən azı dünyada saysaq top 5-də olan işçilərdən biridir də. Yəni dünyada nə qədər taksicilər var, bu onun vecinə deyil, deyir ki, mən innovasiya edirəm, novatorluq edirəm, qoy özünü idarə edən maşın olsun. Ona görə mən düşünürəm ki, ilk bu xüsusiyyətlərdən biri acımasızlıq olmalıdır. Yəni insan daha çox sentimental olmamalıdır. Amma başqa nə xüsusiyyətlər səncə? Və bəlkə də sən düşünürsən ki, elə deyil. Bəlkə insan sentimental olaraq daha dərin nəsə novatorluq edə bilər. Nə düşünürsən? Bilmirəm açığı, sənin dediyində də bir həqiqət var, amma bu o demək deyilmi ki, sentimentallıq olan yerdə innovasiya olmasın və çətinlik yaşasın, onu da düşünmürəm. Hər iki halda ola bilər. Mənim üçün əslində ilk olaraq bu bir vizyon sahibi olmalıdır innovator. Onun bir baxışı olmalıdır. Yəni siz Elon Musk'dan danışırıq çox. Elon Musk'ın vizyonu var. O bunu Amma mən burada bir dənə çox üzr istəyirəm. Buyur. Mən buna inanmıram. Nəyə? Ki nədir onda? Elon Musk'ın nədir də vizyonu var. Aha. Məncə tam şəxsi fikrimi deyirəm. Məncə Elon Musk belə deyim də bizim sevdiyimiz bir söz var. Loru dildə tutdu qadıq tutmadı. Ayran yanaşması var. Çünki kifayət qədər etdiyi məhsullar var ki, innovasiyalar. Hamısı yarı yolda qalıb. Yadındadırsa adı yadımdan çıxdı, nə idi o? Yerin altından bir yol çəkirdi. Ki bir ölkədən digər ölkəyə çox sürətli bir qatarla gedib, nə bilim, misal üçün sən Azərbaycandan gedirsən də misal üçün də Türkiyə, Gürcüstana 5 dəqiqə gəlib çatırsan, 15 dəqiqə. Bunu elədi, qazdı, çox qazdı. Orada yarımçıq qaldı, başa düşdü ki, feasible, gəlirli deyil. Yəni mənim düşüncəm odur ki, bu sadəcə qoçaq bir insandır. Beynində düşüncə var və deyir ki, mən eləyirəm. Görüm axırı hara gətirəcək. Yəni mənim düşüncəmdir ya, bu tam şəxsi düşüncə. Asif, amma bax da bu da bir vizyondur da. Hə. O baxımdan deyirəm ki, adamın bu bir yanaşması var, mövqeləndirməsi var, vizyonu var ki, mən gəlmişəm belə şeyləri yoxlamağa, cəhd eləməyə. Mən razıyam. O sözü davamı kimi gətirirdim ki, cəsarət olmalıdır ikinci. Cəsarətli adamdır, heç kimi dinləmir, arrogant birisidir, düşünür ki, mən yaxşı bilirəm, çox gözəl də bilirəm, nə edim. Hamımızdan yaxşı bilirəm. Hamımızdan yaxşı bilirəm. O ona müəyyən bir güc verir ki, bunu daimi olaraq etsin, yoxlasın. O öz yerində. Amma hamımızdan yaxşı bilməyin də səbəbi odur ki, çoxlu yoxlayıb. Yəni o nə qədər də olsa, yəni mən öz sahəmdə belə, misal üçün də desəm ki, gəl mənim sahəmdə gəl bir dənə mübahisə edək. Mənim sahəmlə istənilən sahədə nə qədər də danışsan, fərqli sahələri gedib çıxır. Ya bu insan çox yerdə yoxlayıb deyə, ona görə də hamıdan deyir ki, mən ağıllıyam, çünki mən çox şey yoxlamışam. Sən yoxlamısan? Yox. Sən necə deyə bilərsən? Tamamilə doğrudur. Həm də ki, biz müasir belə deyək də startaperlərdən, müasir entrepreneurlərdən bu yanaşmanı gözləyirik. Yoxlasın, qorxmasın, cəhd eləsin, alınmadı, batdı, təzədən. Yəni həqiqətən budur. Mən düşünürəm ki, mütləq lazımdır bu cəhət. İkincisi vurğuladığım kimi cəsarət lazımdır, səhvlərdən qorxmamaq lazımdır. Özünə məxsusluğu saxlamaq lazımdır. Bax, novatorlara hamısına fikir veririk. Çünki yenə də deyim ki, azdılar deyə hamını ad-ad deyə bilərik ki, filan kəs novator. Musiqidə də, məsəl üçün Stingi götürsək,
Sting dillərdədir. Səbəb nədən ibarətdir? Böyük bir oktavalı səsi yoxdur, amma biz Stingi bütün Çox sadədir, yəni sadə səsi sıradan var, bir səsi var. amma onun novatorluğu nədən ibarətdir? Bütün janrları yoxlayıb, onları birləşdirib, miks eləyib, yenə də Sting qalır. Onun fərqliliyi ondan ibarət. Heç kimə də bənzəmir. Mask da heç kimə bənzəmir. Digər novator heç kimə bənzəməmə effekti də var. Öz dəsti xətti. Bəli, öz dəsti xətti, özünə məxsusluğu, konkret üslubu. Və o varsa, ona novator deyə bilərik. Əla. Bəs burada belə bir başqa məqam ortaya çıxır ki, bu bildiyimiz ənənələr var da, standart ənənələr, hər bir ölkənin də öz ənənələri var. Bəli. Bu novatorlar bu ənənələri pozmurmu? Misal üçün, çünki novator elə bir düşüncə tərzli bir insandır ki, hər sahədə innovasiya gətirə bilər də, novatorluqda. Bizim ənənəvi bir hallar var da, misal üçün çox sıradan bir şey deyim də, bizim evlənmək adət-ənənəsi. Misal deyirəm də, yəni çox populyar olan və ən yaxın olan məqamlardan biri də misal evlənmə adət-ənənəsidir. Çox adət-ənənələrimiz var da bunlar və ya misal üçün bayramlarda elə təzəlikcə Novruz bayramı olub, amma şəkərbura paxlava bişir. Standart da ənənələrdir də, amma buna novator gətirildiyi halda, novator bura mövcud ənənələrə nəsə novatorluq gətirəndə bu düzdürmü? Bu bizim belə deyim də milli mənəvi irsimizi yox etmirmi ki? Yoxsa ənənəvi olan bir şeylərə novatorluq gətirmək düz deyil. Bu çox belə ikibaşlı sualdır. Yəni nə mənada? Yəni çox belə bir məqamdır ki, düşünürsən ki, novatorluq hər yerdə olmalı. Novator hər yerdə innovasiya gətirməlidir. Amma milli mənəvi dəyərlərimiz olan müəyyən bir məqamlar var ki, hansı ki deyirsən ki, bu ənənələr dəyişməsə yaxşıdır. Çünki bu dəyişsə biz standart Azərbaycan, Amerika kimi, Fransa kimi, Ukrayna kimi fərqi yoxdur da, fərqli-fərqli Rusiya kimi eyni standarta bir qəbildə olacaq da, yəni eyni qaydada olmuş olacaq. Misal. Amma yenə də burada bir başqa da düşüncəm ortaya gəlir ki, misal üçün bizim nədə ondur? Qız Qalasında əvvəldə necə idi? Hamı sadəcə qalxıb baxırdı. İndi orada maraqlı lövhələr qoyublar. Sən skan eləyirsən QR kodla versən. Yəni burada baxırsan ki, milli mənəvi adət-ənənələri, ənənəvini pozmayıblar. Müəyyən bir əlavə innovasiya gətiriblər, maraqlı ediblər. Yəni bu çox belə mübahisəli məqam. Necə düşünürsən ki, bizim milli mənəvi adət-ənənələrimizi innovasiya ilə novator dəyişməlidirmi, yoxsa bu sahəyə dəyməsin? O qədər sahə var ki. Sən özün də cavab verdin əslində sualıma. Mən sadəcə əlavə edim ki, məsələn, autentiklik məsələsi var, çox yaxşı qeyd elədin. Əgər biz autentikliyimizi itiririksə, bizə xas olan xüsusiyyətləri itiririksə, burada innovasiyadan söz gedə bilməz. Çünki innovasiya o demək deyil ki, sən əvvəllər baş verdiyin yerlə yeksan eləyirsən. Yox, sən ona indiki zamanəyə uyğun maraqlı əlavələr edirsən. Amma bunun dəyərini, bunun prinsiplərini, bunun təməl anlayışlarına hörmətlə yanaşmalısan. Mən belə düşünürəm. Yəni bizim adət-ənənələrimizdə daxilən. Məsəl üçün mən bu yaxınlarda bax, bəlkə də çoxdan var, mənim xəbərim yoxdur. Elə Novruz dedin, yadıma düşdü. Xonçalarda öyrəşmişik ki, şəkərburadır, paxlavadır, qoğaldır falan digər məsələdir. Bir gün gəldim, gördüm ki, şəkərbura qırmızı rəngdədir. İlk dəfə gördüm. Dedim, bu nə deməkdir? Nəsə belə də biraz yenilik, fan qatdıq və s. və axır. Maraqlı gəldi. Yəni bu ümumi anturajı pozmadı. Yeni bir yenilik gətirdi, bir maraq yaratdı. İnsanlar meyl elədi ki, bu nə maraqlıdır? Bunun belə deyək də, o çəhrayı qırmızı şəkər buranın adı necədir və s. Biraz ondan da daddılar. Maraqlı oldu. Bax bu tipli yeniliklər, belə deyək də, çalarlar deyərdim. Onlar mane olmur. Yox, biz sabah məsəl üçün öyrəşdiyimiz məsələyə gəlsək və desək ki, bu gündən etibarən artıq xonçalar getdi kənara. Biz sadəcə bir də nə bilim, diskoteka eləyib tutalım gedirik kluba, orada innovasiya eləyirik də. Biz belə deyək də, müasir zamanada yaşayırıq və s. Məncə sadəcə innovasiya adını Çosa ilə keçəl DJ olacaq. DJ olacaq və s. Yeri gəlmişkən DJ olanda əgər o autentiklik yenə qalırsa, ona innovasiya deyə bilərəm. Amma onları da aradan qaldırıb sadəcə indi belədir və bu müasirlikdir, onun adı ilə nə deyəcəksə, məncə sadəcə sözdən istifadə deməkdir. Yəni əsas dəyərlər qalmalıdır. Onun üzərində nəsə innovasiya. Yeni, onu tamamlayan, onun prinsiplərini elə bil ki, pozmayan maraqlı bir yanaşmalar. Məncə, yəni ki, bu vəhdət birlikdə formalaşdırsa, yəni ki, maraqlı bir şey gətirir. Belə bir sual verin. Bəlkə yadındadır, bəlkə heç yadında deyil. Səni ilk dəfə novator olmağa və fərqli yanaşmağa vadar edən nə olub? Məsəl üçün, mən ilk ağlıma gələn bir şey deyil. Bəlkə də kimsə deyəcək novatorluğu deyil və s. Mən uşaq olanda, yadımda deyil də yaşım, yəqin
9 idi, 10 idi, 11 idi, 12 idi, nəsə bu aralarda, yəni. Mən çox istirdim ki, mənə Sega alsınlar. Amma almırlar. Ya Sega deyil, Nintendo idi hətta. Səhv eləmirəmsə, ya da Sega idi, ikisindən biri. Nintendo da o, Sega da o, dəqiqəmdə deyil. İstəyirdim alsınlar, amma almırdılar. İndi standart qaydadakı dərslərimi oxumayacağam və s. Mən orada bir belə fərqli yanaşma istifadə etdim ki, dedim ki, biz məktəbdə ingilis dilini təzə başlamışıq. İngilis dilini mən bərkitmək üçün də, daha da mükəmməlləşdirmək üçün mənə Sega lazımdır. Al, orada bütün oyunlar ingilis dilindədir. Mən onlara oynaya ingilis dilimi genişləndirəcəm. Belə bir yanaşmam olmuşdu. İndi bilməm, bu novator yanaşmadır yoxsa yox. Sənin belə bir yadında bir şey yoxdurmu ki, belə qismən novatorluq eləmirsən, ilk belə cücərmə oradan başlayır. Buna oxşar məndə də olub, amma biz gəl açıq danışaq, mən variant deyək də buna. Bu variant. İndiki novator köynə bizim dövrümüzdə. Çünki məndə də 10-cu sinifdə oxuyanda atama dedim ki, mənə personal kompüter, desktop lazımdır. Nədir? Mən orada, nə bilim, falan şeyləri araşdıracağam, research aparacağım. Excel öyrənəcəm, Word öyrənəcəm. Axırda nə edirdim? Need for Speed Underground-dan futbol oynayırdıq orada. O heç, onu qoyuram qırağa. İndi ağlıma sən soruşdun, fikirləşirəm. Novatorluq deyə bilərikmi ona? Deməli, məktəbdə oxuduğum dövrdə mən rus sektorunda oxumuşam 11 il. Ümumiyyətlə dil olaraq düşündüyüm dil rus dilidir. Amma zamanla Azərbaycan dilini təkmilləşdirmişəm. Və məktəbdə elə bir artıq 9-cu sinif idi, 8-ci sinif idi. Adətən bizə belə bir şənliklər keçirilirdi. Və daim orada elə bir ki, aparıcılar qismində oğlanla qız seçirdilər. Bilmirəm nəyə görə, hansı məntiqə görə qız həmişə rus dilində danışırdı. Oğlan amma Azərbaycan dilində danışmalı idi. Və nəsə o dövrdə bilmədim, nəsə tapa bilmirdilər. Yaxşı Azərbaycan dilində danışan bir oğlan tapa bilmirdilər məktəbdə. Və təbii ki də Azərbaycan sektoruna gedirdilər, oradan soruşurlar ki, biz rus dilindəki uşaqlar Azərbaycan dilini biraz belə də rus sayağı danışırdılar. Aksentlə. O məndə də biraz yaxşı idi, həm də musiqi duyumum yaxşıdır deyə dillərə də meylliliyim yaxşıdır. Mən gəldim dedim ki, gəlin belə eləyək. Bundan əvvəl eləməmişdik kimi belə bir şey. Dedi, yox, bu vaxta qədər Azərbaycan dilli oğlan rus sektoruna olmayıb bizim məktəbimizdə. Yəni gəlin olsun. İlk olsun. Gəlin fərqliyik. Şey eləyək, yoxlayaq, cəhd eləyək. İnanırsan alındı, yaxşı da çox belə həyəcan içində idim. Baxmadı, yəni 8-ci sinifdə olmuşaq, aktiv zal, hamı oturub, direktor da baxır, sən də çıxmısan titrəyə belə falan. Amma normal idi. Sonra növbəti illərdə elə məni cəlb eləyirdilər ki, qardaş, sən rus sektorsan, amma bilirik ki, falan da tapanmırıq, gəl bir danış. Budurmu? Saya bilərikmi? Hardasa saya bilərik və digərləri axı innovasiyaları mən sırf şeylə bağlaya bilərəm ancaq. Mənim korporativ karyeramdan. Çünki baxma da mən evin tək övladı olmuşam və valideynlərlə yaş aramızda çox böyük olub və həmişə onların müəyyən bir planı olub da, gedişatla məktəbi bitirirsən, universitetə daxil olursan, universitetdən sonra olursan, ya nəsə. O mövzularda da olub, bəli. Sonra məsəl üçün magistraturaya gedəcəksən, sonra mütləq əsgərlik falan, ondan sonra yavaş-yavaş artıq korporativ mühitə düşdükcə başladım o çərçivələri yavaş-yavaş qırmağa. Bütövlüklə qırmağa başladım artıq evlilikdən sonra. Artıq mənim öz dünyam formalaşdı. Ondan sonra yavaş-yavaş o separasiyanı həyata keçirməyə başladım. Mən başa düşdüm ki, yəni bizim belə deyək də pokoleniyamız, bizim vaxtımızın uşaqları belə deyək separasiya mövzusunda biraz çətinlik çəkiblər. Mən şəxsən çəkmişəm. İndi öz o övladlarıma yavaş-yavaş onu yaradıram artıq ki, qərar verin, özünüz baxın. Məsələn, müstəqil təbii ki 9 yaşlı qızım daha çoxdur, balacadır hələ o birisi. Müstəqil olsun. Deyirəm ki, bax da xoşun gəlir, geyin. Xoşun gəlmir, belə də etik normallarda falan da tərazlıyırıq eləyirik, amma rahat olsun. Çünki əks təqdirdə yenə axırda baxacaq, qalacaq ki, valideyn nə deyəcək. Əla, mən burada bir sual ortaya çıxdı ki, bu novatorun hansı belə deyim də, yəni mübarizəsi hara qədər ola bilər də? Misal üçün novatorlar əsasən elə bir insanlardır ki, fərqli olmalıdır. Yəni misal üçün sən lap şirkətdən götürsə, çox sadədən başlayıram. Hələ mən dövlət qanunlarından demirəm, hələ ora gəlib çıxmıram hələ.
şirkətin müəyyən oturmuş bir qaydalar var da. Misal üçün çox standart bir şeydir. Casual geyinməlisən, misal şort ilə gələ bilmərsən işə. Misal çox standart bir şey. Və ya 9-dan 6-ya qədər işləməlisən. Və ya indi düz deyil, bu pandemiyadan sonra artıq çox korporativ şirkətlər imkanlar verib ki, yəni bəzən siz gibrid modunda evdən işləyirsiniz və mən standart bir şeylər deyirəm də və ya standart olaraq hər gün işə gələndə günün sonunda şirkətlərdə aslında report verməlisən, hesabat ki, nə etmisən və s. standart oturmuş bir qaydalar var. Novator hara qədər mübarizə aparmalıdır və aparmalıdırmı? Və aparırsa da necə aparmalıdır? Çünki misal üçün də standart qaydanı qırmaq və ya dəyişdirmək, ya sən bir üst rəhbərinə dediyin halda mən inanmıram ki, o dəyişər. Ya sən gərək gedib şirkətin direktoruna və ya HR direktora və ya kiməsə biraz belə deyim də konkret bu qərarları otuzduran bir şəxsə deməlisən və buna da sənin bilmirəm nə dərəcədə sənin deyəndə şərti deyirəm. Bəli. Girişin varmı, imkanın varmı? Yəni novator hara qədər getməlidir və onun bir zonası varmı ki, ya oradan o tərəfə daha keçmə də, olmaz da ağ eləmə məsələsi. Eyni olaraq da bu artıq qanunlarla da bağlı. Misal üçün bizim oturmuş qaydalar, qanunlarımız var, amma bir çox gözəl misal odur ki, misal üçün Mərkəzi Bankın çox gözəl bir yanaşması var idi, sandbox mexanizmi. Bəli. Yəni fərqli ideyaları olan fintech sahəsində, fərqli ideyalarla gəlirlər ora, onları düşünürlər ki, məntiqli ola bilər, amma qanunvericilikdə bu yoxdur. Müvəqqəti lisenziya verirlər ki, gedin işləyin, baxaq görək nə problemlər çıxacaq. Biz onu bilək, qabaqcadan qarşısını alaq, sonra da rəsmi olaraq təqdim edin və qayda qanunda dəyişək. Amma indi burada novatorun belə çərçivəsi hara qədərdir? Hara qədər olmalıdır? Və olmalıdır ümumiyyətlə çərçivə. Misal üçün, yenə də deyirəm də biz Elon Muskla özümüzü müqayisə eləyə bilmərik. Çünki heç bir müqayisə olunan bir məqam deyildir. Nə ölkə olaraq, nə onun gəliri baxımından, nə onun imkanları baxımından, amma onda sərhədsizlikdir. Yəni gördüyümüz odur ki, sərhədsizlikdir. İstədiyi bir şey, ağlına gələn, istənilən ağılsız bir ideyanı eləyir, sərhədsiz, axırına gedir, tam başa düşənə qədər ki, yəni bu alınmır da, düz deyil, onda dayanır. Bəs belə normal lokal bazardadır, yəni Azərbaycanı götürək. Yəni novatorun çərçivəsi hara qədərdir? Məsələn, bir şirkəti götürsək, bir dənə bir şəxs fərddir də, novator tipajındadır və bir şirkətdə çalışır. İlk məqam ondan ibarətdir ki, həmin adam araşdırmalıdır ki, həmin şirkətdə buna innovasiyalar üçün münbit abu-hava varmı həqiqətən və necə onu başa düşəcək? Təbii ki, liderlərin vizyonundan, liderlərin belə deyək də strategiyasından, onların atdıqları addımlarından və s. Çünki o məsəl üçün bu səhv bir qərar olardı ki, potensial novator beyindəki adam getsin elə şirkətə ki, orada hər şey çərçivələnmiş formadadır. Yəni bu bir artıq mazoxizmə bənzəyir ki, yəni bilə-bilə ki, orada belə bir şeylər olacaq və qərar verən şəxsin buna münasibəti belədir. Getməyə ehtiyacı yoxdur. Çünki belə bir illüziya ola bilər də ki, mən müzakirə edirəm məsəl üçün həmkarlarımla və s. deyirlər ki, yoxdur, bir novatordursa hər yerdə sözünü deyir və s. Bu illüziyadır, belə bir şey yoxdur. Münbit abu-hava varsa, nədənsə biz başlaya bilərik. Tutalım, şirkət rəhbərisən, sənin bir vizyonun var, deyirsən ki, qardaşlar, bacılar, biz falan istiqaməti getmək istəyirik. Mən özüm orada görürəm, bunun üçün də mən sizə müəyyən bir kart blanş verirəm. Nə edə bilərik? Nə edə bilərik sualından sonra bir novatorun lampoçkaları yanmağa başlayır. Müəllim, məsəl üçün bunu edə bilərik. Bunu. Harda ki, artıq sən bir rəhbər olaraq, bir lider olaraq deyəcəksən ki, bir dəqiqə burada bas, stop. Çox oldu deyəsən. Mən artıq orada hiss edirəm ki, burada potensial sərhəd zonası ola bilər. Okey, gələcəkdə onu da adlamaq olar, amma necə? İngilis dilində yaxşı bir nümunə var. 2 söz. Onlar yaxındır. Evolution, revolution. Bir dənə R hərfini əlavə etsən, hər şey dağılıb gedəcək. Azərbaycan dilində yəni təkamül və üsyan. Təkamüllə getmək lazımdır. 90%. Çünki mən gəlib desəm ki, Asif müəllim, bilirsiniz, yox, belə deyil. Belə eləmək lazımdır. Bir müddətdən sonra qıcıq yaradacağam sənin gözündə. Deyəcəksə, bir dəqiqə, mən dedim, belədir, elədir. Sən gəlsən həmişə məni sözgüləşdirirsən burada. Deyirsən, mən səhvəm bəyəm. Bizim axı, belə deyək də, bizim potensial və yerli rəhbərlərimizin çoxunda egoless yanaşma hələ ki formalaşmayıb. Ego var. Sən mənimlə burada sözgüləşdirirsən. Başqa bir sən nə var da var. Sən məndən yaxşı bilirsən. Amma təkamüllə geçsəm, okey, Asif mən başa düşdüm. Burada, burada sərhədlər belədir. Gəlin onların çərçivəsində baxaq. Bu nə verəcək bizə? Və həmişə bayaq nə dedim əvvəldə? Dəyər. Biz bunu edə bilərik. Maraqlı bir gediş ola bilər. Nəticədə bunu verə biləcək bizə. Belə bir dəyər gətirəcək.
Nə düşünürsünüz? Uyğundurmu sizə? Sizin vizyonla uyğunlaşır yoxsa? Yavaş-yavaş artıq bir müddətdən sonra etimad qazanandan sonra artıq həmin çərçivə sərhədini gəlib çıxacaq ki, deyə bilər ki, məsələn də Asif müəllim 1 il bundan əvvəl sizlə danışmışdıq. Deyəcəksiniz ki, hə, nə danışmışdıq? Orada bir dənə mövzu vardı. Orada konkret sərhəd qoydunuz ki, yox, ora dəyməyək. Bəlkə bir dənə proba eləyək. 1 il qət eləmişik artıq. O qədər gözəl işlər görmüşük burada. Bəlkə orada bir dənə proba eləyək. Əmin edirəm ki, yəni 99%-də rəhbərlər adətən deyir ki, niyə deyir, baxaq da. Çünki artıq o kredit daveriya ruslar deyirlər. Güvən krediti var artıq. Deyir ki, bax da qardaş, görürsənsə olar. Və yavaş-yavaş etmək olar. O üsyan dediyimiz məsələni nə vaxt biz işə sala bilərik? Ən kritik vəziyyətdə ki, artıq müəyyən bir səviyyələrdə blokerlərimiz ortaya çıxsın və sən nə qədər təkamül yolu ilə onlarla danışırsan, görürsən ki, dirənib getmir də. Sən artıq müəyyən bir rıçaqları ortaya qoyursan, deyirsən ki, biz sənə var. Asif müəllimdən onu həll eləmişəm məsələn. O deyib, yaşıl işıq var. Ha, necə falan, üstün ki, özün görür, danış. Amma bu kritik bir məsələdir. Mən şəxsən öz təcrübəmdə həmişə çalışmışam. Bu stakeholder management deyilən bir şey var da ki, aidiyyəti tərəflərlə dil tapın. Onlar üçün bir ortaq dəyər gətirin. Çünki elə görsənməsin ki, məsəl üçün də Yusif bu vaxta qədər agile transformasiyalar edib və s. o özü üçün eləyir. Öz adı üçün eləyir, brendi üçün eləyir. Sabah LinkedIn-də post yazacaq, hamı da alqışlayacaq ki, müəllim zor danışdı. Onun üçün yox. Bir ortaq dəyər gətirək ortaya ki, bütün şirkət üçün faydalı olsun. Biz də o belə deyək də təşəbbüsdə ola-ola özümüzü qazanaq da belə deyək. Onda bu məncə düşünürəm ki, bu yanaşma daha çox bizim lokal yanaşmadır. Çünki mən düşünürəm ki, novatorlar iki cür ola bilər də. Bayaq sən də qeyd etdiyin kimi rəhbərdən gəlməlidir. Rəhbər belə deyim də sənə deyir ki, belə bir sahəmiz var. Burada nə edə bilər novator? Burada mən elə düşünürəm ki, elə bizim də ola bilsin ki, yəni bizim yanaşma elədir ki, tam səmimi deyək də. Yəni rəhbərlər daha çox söz qüvvəsinə malikdir. Normaldır, belə də olmalıdır və onlar mesajı ötürür də ki, belə edilməlidir. Yolumuz budur və onun əsasında biz nəsə novatorluq qurmağa çalışırıq, əgər novatorluqsa. Amma bu da ona görə də bizim yəni ölkə olaraq irəlidə getmiş ölkələrdən biraz geri salır. Niyə? Çünki başqa ölkələrdə inkişaf etmiş kifayət qədər texnologiya baxımından ölkələrdə novator gəlib aşağıdan yuxarı gəlir. Tamamilə doğrudur. Yəni novator gəlir, deyir ki, rəhbərə və ya direktora və ya misal üçün necə indiki halda Trump'ın yanında, prezidentin yanında Elon Musk və s. onlar ki, bunlar. Yəni novatorlar gəlir, deyir ki, bu yolu seç, bunu edək. Burada misal üçün pul var, burada gələcək var və s. Ona görə düşünürəm ki, novatorun iki yanaşması var da. Bizdə daha çox belə standart metodologiya ilə yuxarıdan bir yol bizə göstərilir, çizilir və biz də bu yolun astanasında, yolun əsasında necə novatorluq gətirə bilərik əgər novatorluqsa biz belə deyim də təşəbbüs göstəririk. Bizdə yanaşma belədir. Razıyam, amma bayaq danışdıq o güvən krediti mövzusunu. Əgər həqiqətən yüksək bir kreditin artıq varsa, sən artıq aşağıdan bottom up yanaşma deyilir də ona. Bottom up eləyə bilərsən. Artıq şirkətlər bu imkanı bizə yaradır və bizim aparıcı şirkətlərimizdə yavaş-yavaş o mədəniyyət formalaşır. Amma baxma da biz cavan ölkəyik də, biz SSR-dən gələn bir ölkəyik. Biz hələ də, yəni ki, bizim beynimiz ənənəvi, hiyerarxik bir yanaşmadır. Yuxarıdan gəlməlidir ki, biz başlayaq. Amma o qədər də acınacaqlı vəziyyət deyil. Biz inkişafdayıq, mən onu hiss eləyirəm. Məsəl üçün 5 il əvvəli götürsək, 10 il əvvəlinə götürsək, yəni görünən yer arasında bir fərq var, hiss eləyirəm. Amma təbii ki, yəni böyüyəcəyimiz hələ bizim o qədər bizim vaxtımız var ki, odur ki, onda okey. İndi biz qismən yaxşı pis, belə bir ayağı salxaq, belə deyim, qırıq novatorluq da. Gəncləri necə novator edək? İndi çünki var gənclər, yenə də deyirəm də, yəni bizdə kifayət qədər novator gənclər var. Amma yəni belə müqayisədə götürəndə faiz nisbəti ilə əlbəttə ki, novatorlar çox azdır. Biz bunların sayını necə çoxaldaq? Nə edilməlidir? Yəni hansı mexanizmlər edilməlidir? Necə olunmalıdır? Nə tövsiyə verə bilərik gənclərə? Səncə ki, yəni novator daha çox olsun. İndi biz bilirik də, indi TikTok şəbəkəsi var və s. çoxsu başlayır orada. Əslində bu da bir novatorluq deyə, amma faydalı bir şey paylaşırsansa da, yəni bu da çox vacibdir. Çünki sən faydalı bir fərqli bir kanal yaradırsan, faydalı məlumat paylaşırsan, faydalı məlumat da
paylaşırsansa fayda, fərqli bir yanaşma ilə və s. bunu da dinləyən digər gənc və s. o da orada maariflənir, ruhlanır, o da bir nəsə yaratmaq istəyir. Bu novatorluğa bir təşviqdir də, belə deyək. Amma biz bilirik də TikTokun çox təəssüf ki, böyük bir hissəsi, belə deyim də, biraz novatorluqdan, innovasiyadan uzaq olan videolar daha çox baxır. Biz necə təşviq edək? Bəli, bayağı. Necə təşviq edə bilərik? Yəni, bu məktəbdən bəlkə başlamalı. Misal üçün, Skandinav ölkələrdə mən bildiyim qədərilə, hamısında belədir və ya deyil, yalan deyirəm, amma bildiyim qədərilə, səhv eləmirəmsə Norveçdə və ya İslandiyada və ya Finlandiyada belədir. Yəni, uşaqlara 6-cı sinifə qədər ümumiyyətlə heç bir dərs keçmirlər, ancaq analitik düşüncə dərsi keçirlər. Yəni onlara fərqli bir кейslər verirlər və analitik onu həll etməyini təşviq edirlər ki, uşağın analitik düşüncəsi inkişaf etsin. Ondan sonra da artıq başlayırlar, gərəkən olan hansı dərsliklər varsa onları salırlar. Yəni biz bu gənclərin novator olması üçün nə etməliyik? Bağçadan mı başlamalıyıq? Universitetdən də başlamalıyıq? Kurslar mı olmalıdır? Və ya maarifləndirici kanalların sayı çox olmalıdır bu elə bildiyimiz TikTok və Instagramda. Necə düşünürsən? $1 milyon sualdır, Asif. Vallahi mən onun cavabını bilsəydim, yəqin ki, artıq nə bilim. İlk növbədə ailədən başlamalıyıq. Bu ilk etaplardan ki, biz övladla, uşaqla təmaslayıq, oradan başlamalıyıq ki, bax, amma bizim valideynimiz olmayıb baxı, novator. Biz necə novator olduq? Biz belə deyək də, başımız dəyə-dəyə, öyrənə-öyrənə. Ya bəlkə bu yol düzdür. Yəni ona görə demirəm səhvdir. Çox düz deyil. Mən də düşünürəm ki, uşaqlıqdan onu düzgün yönləndirməlisən. Amma mənim də sualım ortada yaranır ki, içimdəki. Biz belə getməmişik və biz indi yenə də deyirəm də, wow, novatorda olmasaq, novatorluq da. Yəni bəlkə bunun yolu budur. Bəlkə biz heç uşaqlıqdan imkan verək ki, nə edirsən elə, özün gəlib deyə-deyə çatacaqsan da bura, əgər sən bura uyğunsansa. Yoxsa həqiqətən də yönləndirmək lazımdır. Yəni özün dedin də, bayaq, wow, novatorlar deyilik də. Novatorluq, amma wow, novatorluq deyilik. İstəyirik ki, wow olmasın, bəlkə də bizim yolumuzu geçsələr yaxşıdır. Amma mən düşünürəm ki, məqsəd yönlü uşaqlıqdan başlamalıdır, evdən. O sən dediyin modellər, bizdə ona oxşar IB yanaşmalar var artıq məktəblərdə, amma təəssüf ki, maddiyyat baxımından çox hamıya uyğun olmayan bir yanaşmadır. Yəni bahadır, açıq deyəcəm. Çünki biz araşdırırıq, daimi araşdırırıq. Biz ailə olaraq, bizim çevrəmiz ki, bəlkə IB-yə verək, orada sistem başqadır. Orada məsəl üçün mənim belə deyək də, yaxın qohumumun övladı IB yönümlü məktəbdə oxuyur. Mənim qızım isə məsəl üçün adi məktəbdə oxuyur. İkisi də vurma cədvəlini bilir. Amma mənim qızım bizim ənənəvi üsulla vurma cədvəlini öyrənib. Onun oğlu isə tam başqa formada. O sən dediyin analitik, research falan o yandan bu yana. Mütləq ki, yəni bu tipli mən düşünürəm ki, platformaları, məktəbləri əlçatan etmək lazımdır. Mən də belə düşünürəm. Bəlkə də səhvəm, bəlkə də biznes konsepsiyası. Amma burada da yenə də bir şey ortaya çıxır. Bax, gördüyümüz novatorların əksəriyyəti universitetləri yarımçıq qoyublar. Yəni universitetləri razıyam. Universitetləri. Ya bu bir düşüncə deyilmi ki, təhsilin belə %100 vacib deyil novatorluq üçün. Yoxsa elə deyil. Yox da onun da 100% cavabı olmayacaq. Yəni də universitet dedin. Bu vaxta qədər insanlar qət etib də yolu. Həmişə o nümunələri gətirirlər. Şeydir. Mark Zuckerberg Facebooku kampusda yazıb və çıxıb. Amma haranın kampusunda? Harvardın kampusunda yazıb da. Yəni adam Harvarda daxil olub. Və o vaxta qədər gedəndə məktəbdə proqramlar yazıb və s. Yəni o yolculuğu təmin edək. Sabah mənim övladım 2-ci kursa gəlib mənə desək ki, ata, mənim startup fikrim var, mən bir dənə şey yaradacağam, mən çıxmaq istəyirəm universitetdən, deyirəm canla başla, problem yoxdur. Mən deməyəcəm, mənə diplom gətir, bəs necə və s. Ona görə o, belə deyək də, pillə-pillə getməlidir. Və o pillə-pillə getməsi üçün həm şərait yaradılmalıdır, dediyim kimi, həmin o dediyim IB məktəblər, digər məktəblər, hansılar ki, uşağa belə şahəli düşünməyə imkan yaradacaq. Onlar əlçatan olmalıdır, mən belə düşünürəm. Yenə deyirəm, bəlkə mən səhvəm, bəlkə biznes konsepsiyası ümumiyyətlə elə deyil, elə olmalıdır, bilmirəm. Sonra amma o da düz deyil də. Hamı novator olandan sonra ölkədə sadə işçi də olmayacaq. Olmayacaq zaten. Yəni bu təbii bu da süni intellektin inkişafı nəticəsində. Təbii istisnalar gedəcək zaten. Yəni Atsevdə естественный отбор deyirlər də. O təbii halda zaten kimin kapasitəsi haraya kimidirsə, ora kimi də gedəcək, o problem deyil. Amma məsələ ondan ibarətdir ki, dediyim o platformalar yaradılsın. Uşaqlar üçün o kamplər yaradılsın. Bu yaxınlarda belə yenə də mənim o bacanağımın oğlu plymennik deyilirdi ona. Gedib bir dənə proqramçılıq kursuna Minecraft oyunun üzərindən bu uşaqlar software development-ın ilklərini öyrənir. Alqoritmistikanın
belə deyək də ilklərini öyrəniblər. Nə gözəl. Oyun vasitəsilə. Məsəl üçün də və ya digər tipli platformalar ki, yavaş-yavaş artıq yetkinlik yaşına gəlib çatanda uşaq artıq biləcək ümumiyyətlə mən nə istəyirəm, kim olmaq istəyirəm, artıq biləcək. Mən məsələn 9-cu sinifdə bilmirdim, tərəddüd edirdim. Dedim ki, məsələn mən istəyərdim diplomat olum və ya tərcüməçi olum. Evdəkilər bir dənə qapaz qoydular ki, iqtisadçı olacaqsan, nə bilim filan. Artıq uşaq konkret bir şeylə gələcək, arqumentli gələcək ki, mən nəyə görə onu istəyirəm? Çünki bu. Bunu verəcək, mən özü orada ifadə edəcəm və s. Və artıq bəli, universitet vaxtına gəlib çatanda müvafiq iş yerləri ortaya gələn, iş yerləri heç demirəm, internshiplər, özünü sınamaq imkanları. Belə deyək də, indi şirkətlər başlayıb da, bu həmişə bir ildən bir diplomatik akademiya, employability week formalaşdırır. Böyük kütlənin uşaqlar bax. Amma bu yalnız diplomatik akademiyadadır. Məsələn, digər universitetlərə belə bir şərait yaradılıbmı, yaradılmayıbmı? Bəlkə də yaradılıb, yəni mənim xəbərim yoxdur. Yaradılıbsa çox gözəl. Yaradılmayıbsa yaradılsın. Və yalnız onun nəticəsində bütün bu etapları şeyləyəndən sonra, platformalar formalaşandan sonra biz sənə oturub deyə bilərik ki, aha, indi gəl açıq kitabçanı, deyək novatorlarımız nə yerdədir? Bizim kimi nipanatlı, ortabab novatorlardır, yoxsa həqiqətən biz onları belə deyə də beynəlxalq arenaya buraxa bilərik. O qədər bizim beyinlərimiz var ki, hal-hazırda ölkədən kənarda təəssüf olsun. Nə yaxşı olardı ki, burada olardılar. Həmişə özümüzə onu deyirik də, demirikmi? Deyirik. Ona görə mənim fikrim budur, əsəf bilmirəm. Düz deyirsən, mən tam razıyam səndən və bu dediyin təcrübə imkanları da məncə tam razıyam səndən ki, bu ümumiyyətlə çox olmalıdır bütün şirkətlərdə. Çünki insan özünü tapmaq üçün fərqli yerlərdə özünü yoxlamalıdır. O yoxlamaq üçün də imkanlar heç vaxt olmur. Əsasən də bizdə. Misal üçün insan iqtisadçıdır, evdə məcbur eləyiblər ki, ona maliyyəçi ol, iqtisadçı ol. Amma o özünü, misal üçün, data analitikada yoxlamaq üçün heç bir şansı yoxdur. Heç bir yerə gedə bilmir. Qismən şirkətlər var hansı ki, bu imkanları açır, amma ümumən götürsə yoxdur. Bu insan bəlkə elə musiqiçi də ola bilər də, misal üçün. İmkanı olmalıdır, dardırsa, gedib özünü test eləsin, yoxlasın. Qəlbinə yaxın olduğu və onun olub-olmadığını yoxlamaq üçün bu çox vacibdir, razıyam. Əslində çox maraqlı mövzuda danışdıq, çox maraqlı getdi diskusiya. Sadəcə olaraq efir vaxtı yavaş-yavaş sona gəlir. Mənim son bir sualım var sənə. Ümumiyyətlə, novatorluq sənə şəxsi həyatında və peşəkar həyatında nə gətirib? Olmasaydı daha yaxşı olardı mı birincisi və ya olduğuna görə yaxşıdırsa nə gətirib sənə? İlk növbədə əsif bayaq vurğulayırdıq bu keyfiyyətləri və s. O keyfiyyətlər məndə olduğuma görə ilk növbədə mənim özüm olmağıma imkan verdi. Mən elə mənəm həmin o novatorluqda. Özümü Yusif hiss eləyirəm də, tam şəkildə özümü ifadə edə bilirəm və çox xoşbəxtəm bu istiqamətdə. Bu bir. İkincisi də ki, müəyyən bir özünə məxsus bir üslub mənə imkan verib göstərməyə həm işgüzar sahədə, həm də öz şəxsi həyatımda. Mən ümumiyyətlə work-life balansa inanmıram, mən sinergiyaya inanıram. Mən düşünürəm ki, şəxsi həyatın belə deyək, işgüzar həyatına daxil olub təzədən qayıtmalıdır və müəyyən bir birlik formalaşdırmalıdır. Mənim fikrim, mənim fəlsəfəm ondan ibarətdir. Və mənə bilsə nə xoş gəlir həmişə və mən düşünürəm ki, bunu deyəndə, mənə insanlar bunu deyəndə, demək ki, bəli, mən düzgün yoldayım və innovasiyaları qoyuram ortaya. Mənə sual verəndə ki, belə eləmək olardı. Mənə tez-tez o sualı verirlər. Olardı bunu etmək və s. Deyirəm, bu görürsünüz. Mən demirəm edin, amma mənim nümunəmdə sadəcə bilin ki, belə bir alternativ də ola bilər. Bu qədər. Bəli, mən sizi bununla yormuram. Gəlib bir transparentlə yanınıza çıxmıram ki, uşaqlar mütləq belə etmək lazımdır. Xeyr, mən sadəcə edirəm. Kimsə ona baxır, deyir ki, wow, etmək olarmı belə? Bəlkə də edir, ondan sonra öz istədiyini qazana bilir. Və mən əgər bu minimal olsa da cüzi töhfəmi verə bilirəmsə qarşı tərəfə, mən çox xoşbəxtəm. Çox gözəl. Təşəkkür edirəm Yusif gəldiyin üçün. Çox sağ ol. Çox sağ ol. İnnovator podkastının növbəti verilişlərində görüşənədək.